yaslayarıq, ona ağlayarıq, sinə vurarıq. Buna məlumat verir. Bu deyir ki, olar ki, mən də gedim o əzada iştirak edeyim. Deyir, heç bir problemi yoxdur, gəl gedək. Onlar əzada iştirak edirlər, nə cür iştirak edirlər, işim yox. İllər keçir, bu öz yerində, bu da öz inancında qalmaqla o dünyasını dəyişir, bu Hindistanlı xanım dünyasını dəyişir. Yenə də öz adətləri və ənələrinə sadiq qalaraq onu istəyirlər yandırarlar. Hazır deyirlər ki, hər nəyi yanır bir dənə sinəsi ilə əlindən başqa. Hər nəyi yanır bir dənə sinəsi ilə əlindən başqa yanmır. Çox təəccüb edirlər, araşdırırlar, tapa bilmirlər. Deyirlər, bunun uzun müddət bir dostluq elədiyi bir xanım var. Onunla əlaqə saxlayın. Ona deyəndən sonra o deyir ki, yəqinim var ki, o bir gün, bir il bizim qonağımız oldu. O Məhərrəm əzasında gəldi. O bilmirdi. Mənə dedim, mən nə cür edeyim? Dedim, elə heç nə. Əli apar sinüvə, sinə vurur. O heç nə bilmirdi. Nə Hüseynin var deyə bilirdi, nə bir şey. Elə fəqət əlin apardı sinəsinə. 3 gün, 4 gün o mənlə bir yerdə bizim Ətşan ağamıza sinə vurdu. O yəqin onun sinəsi ilə əlidir ki, onu od yandırmadı. Bu mənbərə and olsun, özüm də dəstəmazlıyam, Ruz-u Aşuradır. Bugünün həqqini and içirəm, Allah'a da şahid gətirirəm. Bunlar nağıl dörçüsü, İmam Hüseynə sən elə belə baxma cinan. İmam Hüseynə belə baxma cinan, Qabizül ərvah qalıb heyran necə canını ala. Qabizül ərvah qalıb heyran necə canını ala. Çün can verən mənzilətdə can alandan üstədir. Cənab-ı Əzrail endi İmam Hüseyin ağanın ruhin bədənindən xaric olar, eləsin qalıb heyran. Qabizül ərvah qalıb heyran necə canını ala. Çün can verən mənzilətdə can alandan üstədir. Can verib can almağın ustadıdır bu can verən. Can verib can almağın ustadıdır bu can verən. Can-ı canan-ı cahandır, münteha can istədir. Kişi İmam Hüseyin'den oyun oynamaq olmaz, İmam Hüseyin and olsun. İmam Hüseyin'den oyun oynamaq olmaz. Münzəbir rəhmətli deyər ki, Aşura günü baxdı qoşuna dedi ki, bir işarəmlə sizi mən suya həsrət qoyaram. Bir işarəmlə sizi mən suya həsrət qoyaram. Bəli, dəryadakı mahilərə mən məsuləm. Amma o dəryalardakı balıqların məsuliyyəti mənim boynumdadır. Siz mənim əsgər-i şişma həmən rəhm eyləmədiniz. Namərdlər, o çölün axar suyundan bir için mənim bu balama verseydiniz, su azalmayacaq. Ağlayacaq inşallah, nigaran olma, ağlayacaq. Mən istəmirəm məclisi belə, amma ürəyim istəyir İmam Hüseyin ağanın bu günləri ki sözü olub, onu oxuyayım inşallah bahəm ağlayar. Sizə əvvəl özümü yaxşı tanıtdırdım mən, bir bəbir Ummu Əbu Cəddi Niyakanimdən. Ey cəmaət utanın bu ləbi ətşanimdən, qorxun Allah'a görən başdan axan qanimdən. Bir işarə ilə səmadən yerə od yağdırram, Qudrətullah ilə xaric deyil imkanimdən. Düşmənə duzəx olar, şiəmə cənnət dünya, gül bitər gülşən olar ateş-i suzanimdən. Bir işarə ilə sizi
mən suya həsrət qoyaram, nəhri xoş eydərəm ahu dili büryanimdən. Siz mənim mahi şeşmahəmə rəhm eyləmədin, quslunu verdim didə-i ciryanindən. Baxın, mənə baxın, azmış, çoxdur bir şeydir, amma elə yerlərim var ki, onları oxuyacam sənə. Çünki İmam Hüseyin ağa bu günləri höccət tamam eləyib. Vay əcəb, indi anam baş açan nifrin eləyəm, aləmi qərq edərəm gözdəki tufanımdan. Səsliyəm izzətim, səsliyəm izzətim, ər-an tökülər meydana. Şimdi şərb eyliyə ətbali pərişanimdən. Qorxuram görsən rüqəyyəm yıxılan qəşşəniyəm, qorxudan canı çıxam müjdə-i hicranimdən. Susuzayam, indi gəlin siz mənə az yarə vurun, ölürəm şərmelin nimə nəfəs canimdən. Qoymayın şimri gələ dorəmə bir səcdə edin, müjdə rəhmət alın ol xaliqin sübhanimdən. Kərbəlanı görəndən Ruzi Aşura heç kəs olmadı, heç kəs bilmir, fəqət İmam-ı Zaman bilir. O Aşura günü nəzir oldu, nələr oldu. Gəlsə Zəhra anam əl-an gözümü bağlamağa, ərzi qıllam anacan, keçsən o samanimdən. Bir əllə gözümü bağlamağın müşküldür, kömək istə bu işə Zeynəbin alanimdən. Gəldim o ürəyim istəyən yerə, ya Allah, ya Allah, ya Allah, ya Allah. Gəldim o ürəyim istəyən yerə, hər kimi var idi getdi əlindən. Dost, yoldaş, qardaş, balalar hamısını əldən verdi, özü tək qaldı meydanda. Gördülər yana yana birdən səslədi, Habib, Habib Veheb, ayaktasız, ayaktasız. Aman adamsızlık elinde, aman köməksizlik elinde. Ne olar? Mənə baxma giren ki, mən dediklərimi sən bir dənə çəklə, şəkilini çəkilər. Heç birindən dahi xəbər yoxdur. O əvvəlfəz ki, qabağından hamlı qaçardı da qolsuz qalıb Fəratın kənarında. O Əli Əkbər ki var idi ya, cavan oğlu, onu da doğrayıblar. O Qasım var idi ya, 4 nəfəri birdən qətlə yetirdi. Onu da doğrayıblar. Abiz, Vəhəb, On, Cəfər, Fəzil, dostların heç birisi yoxdur. Bir İmam Hüseyin ağa özünü, bir də meydan-ı Kərbəla. Zinidən yıxdılar bəndi dili tan yerə,
Arşiden başı açık getdiler Zehra yere. Salih İbni Vehb'in neyzesi bir iş gördü. Allah lanet eləsin. Salih İbni Vehb'in neyzesi bir iş gördü. Sağ üstüne sardım Şah-ı Şehidan yere. Endi bir iddə firişteyle o dem ruhlemin. Serdiler süretle Geysi Huran yere. Nuh öz Nuh'e şiz vurur sinesine. Adem ağlar çağırır Hazreti Ebban yere. Bir kıyamet o gün afakda olmuşdu ayan. Aşikare getirip Mehşer Kubrani yere. Hansı bir can veren aya bile yerde yıkılar. İstiden lehdelenir ahdıkça gani yere. Buna göre okudum bir şiir bana bak. Fauci fauci attı balıklar özünü deryadan. Fauci bilirsən nə deməkdir? Balıklar bile fauci özün deryadan atar ha. Fauci özünü attı balıklar deryadan. Dil çıkardıp dediler yıkma bu Mevlanı yere. Yıkma bu Mevlanı yere. Ama neyleyek, ne peygambere rahmelediler, ne anasına rahmelediler, ne eçyan balalarına rahmelediler, üzü üstünde atından yıktılar yere. Ya Allah, ya Allah, ya Allah, ya Allah. Dedim de bir İmam Sinan'a özü kaldı, bir meydan-ı Kerbela kaldı. Göz yaşıma kurban olun. Bu günler ruzu aşuradı. Rozanı bu günde okumasam ne vakit okuyacağım. Gördüler İmam Zeynul Abidin geldi. O biraz kabaktan değil İmam Zeynul Abidin geldi. Ağa bilirsiniz Kerbela'da Aşura'nın günü xəstəydi. Xeymələrdə qalardı. Ne Ali Ekber'den haberi var idi, ne Ebelfez'den haberi var idi. Bir de ayıldı, bir de haber tuttu. Atası tek qalıb meydan-ı Kerbela'da. Geldi dille dayandı babasının yanından. Dedi babacan vayne emmiyel Abbas, vayne emmiyel Abbas. Haber yok hiç. Birden dedi baba emmim Ebelfez hayandadı. Hamısının cevabı bilirsen ne oldu? Hamısına bilirsen ne cevap verirdi? Derdi bala kutuyla öldürdüler bala. Gördüler dedi kardeşim her yaşma hayandadı. Dedi bala öldürdüler bala. Baba Kasım ayaktadı. Bala öldürdüler bala. Emmim Ebelfez hayattadı. Bala öldürdüler bala. Bir dostlar dediler öldürdüler bala. Bunlardan geçtim ben rozeden. Bu gelenler hamısı bir tarafa. Barilaha bu gelenler hamısı bir tarafa. Bir hanım da geldi o gün böhranı yere. Ebu Abdullah'ı yıktılar yere. Ebu Abdullah'ı yıktılar yere. Sen elə bilirsən ki imam senin katili Şimr ibn Zülcövşən idi. Bəli o kəssi başın. O kəssi başın. Elə bilirsən elə bir dənə o idi. Yox vallah. Şimirdən qabaq hacı neçə nəfər gəldi İmam Hüseyin ağanın başın bədənindən ayrı.
eləyə bilmədi. Hamısına da ağa deyirdi ki, qaydı, bu sən düşündür. Mən öz qatilimi gözləyirəm. Qoy mən buna burada deyim, mən ürəyimi yandırım da. O gələnlər var idi, İmam Hüseyin olsun, inanmısın, ruhanilərdən soruşun. Şimirdən qabaq neçə nəfər gəlmişdi İmam Hüseyin ağanın başın bədənindən ayrı, bacara bilməmişdi, eləyə bilməmişdi. O gələnlərin içində bir dənə cavan var idi, Nəsrani cavan idi. Dini müsəlman deyil idi, Nəsrani idi. İsa'nın dinində, İsa'nın məzhəbində olan bir cavan idi. Gəlmişdi, o da istədi xəncəri alsın, başını ayırsın. Gördülər, qan dolan gözlərini açdı. Belə baxdı, xəncəri tutub əlində, əli əsir, istir başın bədənindən ayrı. Ağa baxdı, dedi ki, git, sən mənim qatilim dövsün. Belə baxdı, dedi ki, mən Hüseynəm, Yusuf-i Gül Pirəhənə, o ki İsa sənə tapşırdı, Hüseyn mənəm. Nigeran olma, yuxundan da sənin baxəbərəm. Bir gün qabaq, ondan bir gün qabaq İsa Peyğəmbər girmişdi bu cavanın yuxusuna. Demişdi, ay mənim dinimdə olan cavan, sabahları mühüm bir gündür, sabah Aşura. Sabah sənin əlinə bir xəncər verəcəklər, göndərəcəklər bir şəhidini öldürməkliyə. Məbada onu öldürəsən, əgər onun başın bədənindən ayırsın, adam Məryəmi incidibsən, əgər adamı incidibsən, Allah incidibsən. Bu zamana Peyğəmbər demişdi İsa'ya. İsa Peyğəmbər bir zamana demişdi. Zaman əlində xəncər gəldi, ağa baxdı, dedi nigaran olma, yuxundan da sənin baxəbərəm. O ki tapşırdı İsa sənə, o mənəm. Baxdı, gördü ki, Allahu Ekber, bu mənim yuxumdan xəbər verir. Dizlərin qoydu yerə mənə bax, qoydu dizlərin yerə, dedi ağa sənə qurbanım, sən kimsən? Mənim adımla çağırdın. Sən kimsən belə? Dedi ağa, mən bilməmişəm, məni alladıblar. Məni alladıblar, qismət bu imiş. Mən bunu Şam-ı Qəribanda oxuyacaqdım qəziyyəsin sənə, eyb eləməz. O cavanın da biraz tibbidən məlumatı var idi, tibbidən məlumatı var idi. Baxdı, gördü ağanın bədənində saysız yaralar var. Dedi ağa, nə olar, məni bağışla, mən bilməmişəm, məni alladıblar. Əyildi yerə, dedi ağa, icazə verirsən yaralarıma biraz dərman eləyim, kömək eləyim sənə. Gördülər quruyan dudaqlar dəydi bir-birinə. Dedi ay cəmayan, belə fikir encimə məni, öldürüb tək, belə fikir encimə məni, öldürü xəncər yarası. Gördü Xudaya bədənimdə nə qədər ox yarası var, neyzə yarası var. Dedi ağa, mənə icazə ver, yaralar var, mərhəm eləyim. Quruyan dodaqlar dəydi bir. Cavan, belə fikir etmə məni, öldürü xəncər yarası, öldürübdür məni çoxdan əl yaşmər yarası. Yadır o, uca dilər Hüseyin, hayvan, hayvan, hayvan. Mənim oğlanlarımı öldürüblər bunlar, mənim qardaşımı öldürüblər. Xəncəri qoydu kənar oldu, xülasə neçə nəfər gəldi, heç biri eləyə bilmədi. Ya Allah, İmam-ı Zaman, yanar ürəyə qurban olur. Ağa, bilirəm sən də ağlayırsan Cəddin Hüseynə, amma Şimir gəldi, o namərd.
Ben burada bir açıq roza oxuyacağım sənə, onunla da əyləşim da. Bundan sonra artıq qələt eləyə bilmərəm mən. İmam-ı Zaman səndən də üzr istəyirəm. Açıq roza oxuyacağım sənə. Bax mənə, başıma dulanla. O namərd gəldi. İmam Hüseyin ağaya niyə deyirlər? Ya zəbihəm bi qəfa. Ay, başı daldan kəsilər. Niye ziyaretnamesinde değilsen ki Esselamu aleyke ya zebiyem bi kefa. Ay başı daldan kesiler. O namət geldi. O namət geldi. Diye bilesen bilmirəm mən bunu. O namət geldi. Peygamber balasına bilirsən nə? Hürmetsizlik elədi. Deyirlər gəldi, əyləşdi İmam Hüseyin ağanın sinəsində. Allah'a and olsun özüm qorxuram bəzən bu rozaları oxumaqlıqa. Ağanın saqqalını görməmişsiniz ki, İmam Hüseyin ağanın yapışdı o namərd saqqalını. Yapışdı deyirlər İmam Hüseyin'in saqqalından. Ağa gözlərini açdı. And olsun bu ruzu aşuraya bunlar gayretin tecellasıdır. Bunlar düşmene yalvarmaz. Düşmene bunlar yalvarmaz. Bu Əbəlfəzl verib düşmene neye yalvarır bu? Bu sütəməri oxlanın qucağında bu düşmene neye yalvarır? Gözünü açdı, dedim namərd. Orada da belə bir imama el kaldırarlar. Hacı. Deyirlər orada bir göz-göze baxdı şimirlər. Dedi düş aşağı mən cənnəti sənə zamin verəcəm. Bu işi eləmə. Əli Peygamber balasının qanına qarışdırma. Düş aşağı. Düş sinəmdən el aşağı. Peygamber balasının qanına əli qarışdırma. Dedi yox gərək mən öldürəm səni. Deyirlər o yalın xəncəri qoydu İmam Hüseyin ağanın boğazına. Koydu boğazına bax. Məni asan deyim, mən kül başlayam, mən bədbəxtin oğlu bədbəxtə oxumaq asandır. Amma bunu yaşamaq var, adam gözü ilə görə olur. Bir adamı susuz qoyarlar xəncəri boğazına. Koydu. Bir dəfə belə çəkdi, gördü kəsmir. Ağa gözlərinə baxdı, dedi özü boşu-boşuna yorma, kəsə bilməyəcək. Gördülər yana-yana, dedi namərd, o boğazdan baba Peygamber öpüb, adam Fatımədir. Ya Hüseyin, onda gördü ki namərd xəncəri kəsə bilmir. Ağanın başını çevirdi, xəncəri qoydu başının arqa tərəfinə. Ya Allah, ya Allah, qul mənə bax. Da bundan bir yana oxumaram. Gördülər xeymədən bir xanım gəlir, ayaq-yalı qaça-qaça gəlir. Hüseyin sənə balalarım qurban. Hüseyin sənə balalarım qurban. Nigaran olma, hələ mən ölməmişəm. Hələ mən ölməmişəm. Xanım Zeynəb gəldi, yetirdi özün. Qondan Kərbəlayə, Əba Əbdüllahın gəldi cənazəsi üstünə. Geldi yetişti tattı. O namərdi gördü ayağı çəkməli. Deyə bilmirəm ki mən nə qələt eləyim. Ayağı çəkməli çıxıb qardaşının sinəsi üstünə. Dedi namərd. Çıxmısan ərş-i xuda üstünə, yoxdur xəbərin. Allah evi yıksın senin. Çıktığın yer bilirsen aradı bura. Çıkmışsan ərş-i xuda üstüne. Yoktur haberin. Tur-i Sina'dır bura. Bari çıkar çeşmelerin. Ayakkabıların çıkar hiç olmasa.
Bak. Dedi ki payı zulmü bu segah Mustafa'dan çeşdala. Mənə bax, qoyuram əqimi bırak. Dedi ki payı zulmü zulmü o namə payı zulmü bu səqah-ı Mustafa'dan çəkdala. Peyğəmbərin öpdüyü yerdən ayaqları qoy kənara. Bunun bağlamağına baxın. Özüm belə oxudum ha, bunu elə belə oxuyacam. Payı zulmü bu səqah-ı Mustafa'dan çəkdala. Sədr-i imami üsbər ox qoymayıb salim qala. Sen ayaklarsan onu, Zehra deyir yandım bala. Yürüdüler yana yana dedin named. Ah anam Zehra ağlıya yana yana deyir. Canay bala. Uca denen Hüseyin. Ay aman. Ahir sözüm olsun. Ne derdi var ne zarar. Bilmirəm. Burada ne kadar çaban var. Ay bacılarının qeyrəti çəkən zamanlar. Bacı qədər qardaşı istəyən olmaz. İndi mən sənə Zeynəb kimi bacıdan deyirəm. Gördü o namər xəncəri qoyub qardaşın istəyir başın bədənindən ayırsın. Kərbəlayı cavanlar buna bak. Dedi namər hansı balcı qoya tənha qardaşını. Harda görübsən bacı qardaşın tək qoysun. Hansı balcı qoy bəli al tək tən qardaşını. Baş kəsənə fərq eləməz şəs Zeynəbin başını. Kardeşime değme. Ses verek ya Hüseyin. Hay Hüseyin'im vay. Niye uca demişem? Hüseyin'im vay, garibim vay. Yaraların akar kanı, eder künnari meydanı. Bacın ölsün başın hani. Hüseyin'im vay, şehidim vay. Hüseyin'im vay, şehidim vay. Sənə Zəhra anam qurban. O cavanlar gəlsin də bura, cavanlar. Sənə Heydər babam qurban. Uca! Sənə balalarım qurban. Aç əlvi. Hüseyin'im vay, qərib.